İnanın mənə, mən bax bu xanım, Nüşabə xanım, tanışlığım yoxdur. Ayrıca bir sevdiyimiz sənətçi kimi dəyərim vardı, sevgim vardı. Və bütün məşhurların, tanınmışların hər bir Instagram səhifəsində videoların altına bir rey yazırdım ki, uşaqlar bizim xalqın babalarıdır. Nüşabə xanımın da dəvəsilə videosunun altına yazmışdım. Və inanın o qadın mənim səsimə anında səs verdi. Bizim mərkəzimizə gəldi. Şu əməliyyata gedirdik. Məbləği də söyləyəcəm. 1000 manat dəstəyi oldu. Və sevərək uşaqlarımızı əyləndirdi. Və bu günlərin bir neçə gün öncə dedim Nüşabə xanım, uşaqlarımızın yenilikdir, sizi oraya dəvət edirəm. Mən eşitmədim ki, o qadın desin ki, Elgül xanım, bax, əgər işim olmasa gələrəm. Baş Elgül xanım, o nə deməkdir? İnanın ki, o qədər gəldi bura, bu günlərin mənə yazdı ki, Elgül xanım, məclis nə vaxt olacaq? Mən tez Nərmanova deyib qaydıram. Yəni, bunu heç bir tanınmış etmir. Və məclis başlayandan da sona qədər hələ bizlə bu insan davam edir. Baxın bunun ürəyinə, qəlbinə. Vallahi hər birimizi o tanınmış edən biz xalqıq. Bax, bu uşaqların ailələridir. Bu uşaqların nəslidir, köküdür. Hər kəs bu dünyada bir-birinə doğmadır, bir-birinə yaxındır. Əgər biz bugün özümüzlə qürur duyuruqsa, inanın mənə bir-birimizin səbəbinəyik. İnanıram ki, Nüşabə xanım necə ki, hər zaman öz fərqliliyinlə sevgi qazanır, dəyər qazanır. İndi də bax, baxın. Vallahi. Bəli, bəli, olduğu kimi, ürəkdən, sevgi dolu. Bəzən inansın Nüşabə xanım, sizi belə deyirlər də. Desinləri bunları desinlər. Bəli, deyirlər, amma vallahi heç də istəmirəm. Bu qadın necə uşaqların yanındadır? Bu uşaqların ayaqlarının altında da. Hansı ki biz yaxınlaşıb baxa bilmədiyimiz uşaqların. Instagramda spam edib blok elədiyiniz səhvlərin. Bax, bu balaların ayağının altında. Nüşabə xanım, Mən borcumdur. məncə biz cənnətdə qonşu olacaq bir-birimizə. Və bu uşaqlar da həqiqətən də ən gözəl bir şeydir ki, onlar bizi tanısın. Unuda bilməzlər. Sizin bugün etdiyinizi onlar unuda bilməz. Mən borcumdur. Bir rey yazılmışdı Elgül xanımın səhifəsindən. Milyonlara yazmışdıq, bəli. Onu ambayan dedim axı. Ancaq hiss edən insanlar dəyərlidirlər. Hər insanda hiss olmaz. Adam var milyonçuluğu, bir qəpik heç bir ehtiyacı olan insana xərcləməz. Adam var ki 5 manat qazanar, qurban olun və orkaslıqma. Amma onun 4 manatını xərcləyər. Əsas ürəkdir, imkan deyil. İnsan daxilən zəngin olur. İnsan ürəyi ilə, düşüncəsi ilə, beyni ilə zəngin olur və sağlam olur. Mən sizə çox təşəkkür bu balaların yanındasınız. Və nə yaxşı ki, o rəyi yazdınız mənim səhifəmdə. Mən sizin səhifənizə daxil oldum, o uşaqları gördüm. Və nə yaxşı ki, mən gəldim, sizləri ziyarət elədim. Mənim və bir çox sənət dostlarımızın da insan olaraq hansı sahədə çalışırıqsa çalışaq, borcumuzdur bu balalarımızın yanında olmaq. Biz hələ bilmirik ki, sabah bizim və ya övladlarımızın